Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bugünkü qonağım orta segmentin sevilən oyuncusu Galaxy A seriyasının 2025-ci il üçün nəzərdə tutulan modeli Samsung Galaxy A56-dır. Yeni kamera bloku, yeni ön kamera, yeni CPU, sürətli enerji doldurma, böyüyən ekranı ilə bu cihazda nələr dəyişibdir? Galaxy A55 ilə aralarında hansı fərqlər var? Müsbət və mənfi tərəfləri nələrdir? Hamısını bu yeni və tərəfsiz videomda danışacağam. Gəlin ilk olaraq smartfonun qutusunu açaq. Video üçün saxlamışam, açmamışam. Ənənəvi olaraq Samsungun karton qablaşdırmasında gəlir və daxilində sadəcə USB Type-C kabeli yerləşdirilibdir. Yəni adapter başlığı qutusundan çıxmır. Həmin kabeli sizə göstərim. Və təbii ki smartfon. Mən bu rəngini bəyəndim və buna görə seçimi bundan yana etmişəm. Üzərindəki örtüyü də çıxardım və icmalımıza başlayaq. Ən əvvəl gəlin ənənəvi olaraq qiymətindən başlayaq. Əslində A55 ilə müqayisədə qiymət demək olar ki, dəyişməyibdi. Kontakt.az-da 8 GB-lıq RAM-lı və 128 GB-lıq daxili yaddaş seçimində 880, 256 GB-lıq daxili yaddaşlı versiyasında isə 970 manata satılır və təbii ki, bu rəsmi və nağd alış zamanı olan endirimli qiymətdir. Ümumiyyətlə, bu segment ən çox tələb görən segmentdir və brendlər arasında ölümcül rəqabət var. Xüsusən də Samsung, Xiaomi, Honor brendləri burada yarışırlar. Azərbaycan bazarından söhbət gedir və Samsung 880 manat qiymət segmentində bizə hansı üstünlükləri verir, nələr vəd edir, bunu da icmalı sona qədər izləyənlər biləcək. Dizayn olaraq artıq Samsungun A seriyası heç də flaqmanlardan geridə qalmır. Bir neçə ildir ki, bu seriya möhkəm, dayanıqlı və premium gövdə ilə qarşımıza çıxır. Eyni ənənəni Galaxy A56 ilə də davam ediblər. Öndə və arxada Victus Plus şüşəsi, amarlanmış alüminium çərçivələr və bu dəfə A55-dən fərqli olaraq bir blok daxilinə yığılmış kameralar. Əslində qalsa, dizayn del əsas vizual fərq də bundan ibarətdir. Galaxy A56-da kameraları yenidən bir blok daxilinə qaytarıblar və görüntü olaraq S25 seriyasından fərqlənibdir. Əvvəllər lenslər ayrı olduğundan smartfonu arxadan baxanda S və yaxud da ki A seriyasına məxsus olduğunu fərqləndirmək olmurdu. İndi konkret olaraq A56 ilə birlikdə A seriyası özünə məxsus bir dizayn və stil qazanıbdır. Bu yaxşıdır yoxsa pis, bunu tam olaraq deməyəcəm, çünki zövq və şəxsi seçim məsələsidir, amma bir şeydə yaxşıya doğru addım atdıqlarını tam əminliklə deyə bilərəm. Bu yaxşı dediyim məsələ ön tərəfdə ekranın böyüməsidir, lakin ekranı böyüdərkən smartfonu böyütməyiblər. Bunu çərçivələri incəltməklə həyata keçiriblər. Düzdür, cəmi 0.1 düymlük böyümə var. A55-dən fərqli olaraq A56-da 6.7 düymlük ekranda, amma istənilən halda A55-də olan qalan çərçivələri biraz daha əridiblər. Amma ümumi baxanda S25-dəki qədər incə çərçivə deyil. Bir yerdən hiss olunur ki, bu A seriyasının smartfonudur. S seriyasının yox. 30 dəqiqə ərzində 1 metr su altında dözüm göstərən IP67 sertifikatı da qalır. Əlavə olaraq daha yaxşı məqam gövdənin daha incə və daha yüngül hazırlanmasıdır A55 ilə müqayisədə. Ümumi məntiq belədir. Özündən əvvəlki sələfi ilə müqayisədə vizual fərqlər var, amma dəst xətti eynidir. Segmentə görə dözümlü gövdə, premium material və cəlbedici stilistikaya sahibdir. Yəni yekunda bu smartfonun dizaynına pis demək doğru olmaz. Tək tənqid edə biləcəyimiz görüntü elementi ekranın hələ də qalın hiss elətdirən çərçivələri ola bilər, amma bu da özlüyündə A55-dən daha yaxşıdır. Ekranla davam eləyək. A55 ilə müqayisə eləsəm, dəyişən ölçü artan parlaqlıqdan başqa hər şey eynidir. 120 Hz tezliyində çalışan Super AMOLED ekran, Full HD Plus görüntü keyfiyyəti və HDR10 Plus-dan dəstəklənir. Normalda 1200 pik səviyyədə isə 1900 nitslik parlaqlıq nəticəsi əldə etmək olur. Çin brendlərindən fərqli olaraq PWM dimming dəyərini Samsung o qədər də önə çıxarmır və hələ ki əhəmiyyətsiz hesab edir. Qoruyucu şüşə olaraq da Gorilla Glass Victus Plus A55-dən miras qalıbdır. Parlaqlıqla bərabər bu şüşəni də daha yaxşı eləyə bilərdilər. Məncə buna heç kəs etiraz eləməzdi. Ümumi mənada yaxşı ekranı var. Ümumiyyətlə, ekran məsələsində Samsunga səhv tutmaq da doğru olmaz. Belə baxanda iPhone-ların ekranını belə onlar istehsal eləyir. Batariyada xəbərlər yaxşıdır. Ən azından ona görə ki, ötən ilki 5000 mAh-lıq tutum saxlanılsa da sürətli enerji yığma tərəfində nəhayət ki, rəqəm dəyişdi. Galaxy A56 bu dəfə 45 Watt-lıq naqilli formada enerji toplama dəstəyinə sahibdir. Hətta bu rəqəmlə o Galaxy S25-in sadə modelini belə qabaqlaya bilibdir. Düzdür, bu watt göstəricisi Çinli rəqiblər üçün heç nədir, amma Apple və Samsungun wattı artırmaqda nə qədər ehtiyatlı davrandığını yəqin ki, təkrarlamağa ehtiyac yoxdur. Bu səbəbdən də bu rəqəmi ciddi yaxşılaşdırmaq kimi qəbul eləmək olar. Amma bir şey də nəzərə alın, qutusunda bu wattda adapter başlığı yoxdur. Nəinki adapter başlığı, hətta kabel belə qutusunda olan bu wattı dəstəkləyən kabel deyil. Yəni siz
Bu göstəricini almaq üçün mütləq şəkildə əlavə kabel və 45 vatlıq adapter başlığı almalı olacaqsınız. Bunu demədən keçmək məncə doğru olmazdı. Maksimal watt performansı ilə smartfon 30 dəqiqə ərzində 0-dan 65%-ə çata bilir, amma enerji saxlaması deməzdim ki, Galaxy A55-dən daha yaxşıdır. Ekran böyüdüyündən və prosesor dəyişdiyindən batareya performans nəticələri sələfi A55-dən biraz geridə qalır, amma ümumi mənada segmentdəki digər cihazlarla müqayisə etsəm, məsələn Xiaomi 14T, Motorola Edge kimi cihazlardan söhbət gedir, bateriyada enerji istehlakı həmin smartfonlardan daha öndədir, daha yaxşıdır. Texniki tərəfində prosesor dəyişibdir. Galaxy A56 yenə də Samsungun öz istehsalı olan bir CPU Exynos 1580-dən güc alır. Bu ötən ilki 1480 kimi 4 nanometrlik arxitektur üzərində inşa olunan prosesordur, lakin nüvə sürəti baxımından sələfini qabaqlayır. Testlər bizə onu deyir ki, yeni CPU 17% daha performanslıdır və qrafik tərəfində AMD-nin RDNA 3 memarlığına əsaslanan Xclip 540 var. Bu da tam olaraq qrafik tərəfdə A55 ilə müqayisə etsəm 30%lik bir yaxşılaşdırma veribdir. Bununla öz seriyasına görə kifayət qədər uğurlu olsa da, tərəfsizlik üçün deyim ki, bu segmentdə Dimensity 8300, Snapdragon 7S Gen 3 verən rəqiblər də var. Mənə görə bu CPU-nun ən önəmli dəstəyi ön və arxa kamerada 4K 30 FPS video qeyd imkanı olubdu. Bu məsələyə ayrıca toxunacağam. Bundan başqa cihazda 8 GB-lıq fizik RAM UFS 3.1 texnologiyasını dəstəkləyən 128 və 256 GB-lıq daxili yaddaş seçimləri var. 5G və eSIM hər ikisi bu smartfonda aktivdir. Təmiz və yaxşı stereo səsi, ekranda sürətli çalışan barmaq izi sensoru var. Qrafik testlərdə, xüsusən də oyunlarda stabillik təmin eləyə bilir və çox yüksək qızma dərəcələrinə qalxmır. PUBG 60 FPS, Genshin Impact kimi oyunlar 40-50 FPS-lərdə oynadıla bilir. Galaxy A56 üçün ən gözəl xəbər qutusundan tam yeni One UI 7 və Android 15 ilə çıxmasıdır. Samsung tərəfi də bu cihazına nə az nə çox düz 6 il təhlükəsizlik və yenilənmə dəstəyi verəcəyini qeyd edir. Bu da orta segment üçün ən yaxşı nəticədir və təsəvvür eləyin ki, cihazınız Android 21 də daxil olmaqla yenilənmə alacaq. Bu mənada Samsung özünə güvənir və sistemə önəm verənlər üçün əvəz olunmaz seçim olacaq Galaxy A56. Şəxsi düşüncələrimi bölüşsəm, məncə One UI hələ də Androidlər arasında ən yaxşı interfeyslərdən biridir. HyperOS kimi xətalarla bol deyil qətiyyən. Ümumiyyətlə bu ilki One UI çox axıcı və vizual olaraq gözəl hazırlanıbdır. Şəxsən animasiya və keçidlərini bəyənirəm. Süni intellekt imkanları ilə də zəngindir, lakin tam olaraq Galaxy A56 S seriyasında olan AI imkanlarına sahib deyil. Orada olan bəzi Galaxy AI özəlliklərini Galaxy A56 üçün veriblər. Məsələn, bunlardan biri AI Selector. Bu ekranda olan görüntü və mətnlərlə işləmək üçün nəzərdə tutulubdur. Eləcə də Circle to Search, Google-dan axtarış da Galaxy A56-da var. Sadəcə axtarmaq istədiyinizi çevrəyə almaq yetərlidir. Başqa bir maraqlı süni intellekt özəlliyi də fotolar üçün nəzərdə tutulubdur. Çəkilən qrup fotolarında insanların ən yaxşı üz mimikalarını ekranda gördüyünüz kimi seçmək olur. Bu, daha yaxşı qrup fotolarının yaradılmasına imkan verir. Və son olaraq kameralar. Açığı arxada dəyişən sadəcə bu blokun dizaynıdır. Burada olan 3 kameranın göstəricisi, matrissası, keyfiyyəti ötənki Galaxy A55 ilə eynidir. 50 megapikseli PDAF, autofocus və OIS dəstəkli əsas kamera, 12 megapikseli ultra geniş bucaqlı və 5 megapikselli makrofokus kamerası. Hər 3 kameranın çəkdiyim nümunələri və portret fotoları ekranda göstərirəm. Açığı A55 ilə müqayisədə fərq hiss eləmək mümkün deyil. Ola bilər ki, indiki CPU daha yaxşı görüntü emal eləyir, amma bu o qədər də gözə batmır. Məsələdə səmimi olsam, segmentinə görə yaxşı kameralara sahibdir. Özəlliklə də ultra geniş bucaqlı kamerası keyfiyyətsiz deyil və əsas kamera kimi 4K 30 FPS-də ultra geniş bucaqda video qeyd aparmaq olur. Bu segmentdə belə göstəricili ultra geniş bucaqlı kamera tapmaq biraz müşkül məsələdir, amma rəqiblərində də bu mənada telefoto kamerası verən cihazlar var. Bunu da qeyd eləmək lazımdır əlavə olaraq. Yaxşı olardı ki, əsas kamera kimi Samsung ultra geniş bucaqlı kameraya da autofocus və yaxud da ki OIS dəstəyi verərdi. Bu zaman məncə rəqiblərindən bir addım daha önə çıxmış olardı. Öndə isə yenilənmə var. 32 megapikselli kamera 12 megapikselli yenisi ilə əvəzlənibdi, amma megapikseli düşsə də görüntü emalı daha da təkmilləşib.
təkmilləşibdir. Təbii ki, bu bir daha sübut eləyir ki, megapiksel hər şey demək deyil. Bu ön kamera çox yaxşı selfie və videolar qeydə ala bilir. Hətta video məsələsində artıq bu cihazda 3-cü kameradır ki, 4K 30 FPS ilə görüntü verə bilir. Vloqlar üçün yaxşı kamera saymaq olar, çünki 10 bit HDR dəstəyi ilə də gəlir. Uzun sözün qısası, Galaxy A56-da sadəcə ön kamera təkmilləşib və dəyişib. Arxanı olduğu kimi saxlayıblar, sadəcə blokun görüntüsünü dəyişiblər, amma ümumilikdə foto və video performansı hələ də yaxşıdır Galaxy A56-la. Məncə artıq yekun dəyərləndirmə eləyə bilərik. Mənim şəxsi fikrimə görə Galaxy A56-nı dəyərli eləyən ən önəmli detal yenilənmə siyasəti və stabil sistemdir. Yəni 880 manata 6 il istifadə edə biləcəyiniz bir cihaz almış olursunuz. Orta segmentdə belə alternativ verən ağlıma başqa smartfon gəlmir. İkinci üstünlüyü də sadə və premium görüntüsü istifadə olunan materialındadır. Çünki adətən bu segment cihazlar plastiklə gəlirlər. Galaxy A56 isə metal və şüşənin qarışımından hazırlanıbdır. Ekran mükəmməldir. Kamera, performans, batareya isə segmentinə görə normaldır. Təbii ki, bu segmentdə daha yaxşı CPU-ya sahib və yaxud da ki, əlavə bir telefoto kamerası olan cihaz da tapmaq olar, amma bu zamanda dizayn və sistemdən itirmiş olacağıq. Yəni bu smartfon əsasən yaxşı dizayn, stabil sistem, uzun müddət istifadə, yaxşı kamera axtaranlar üçün nəzərdə tutulubdur. Son söz isə sizdədir. Sizcə bu qiymətə Galaxy A56 alınarmı və edilən dəyişikliklər sizi qane elədimi? Rəy bölməsində fikirlərinizi bölüşün və kanala abunə olmaq da yaddan çıxmasın.